Which statement is true according to the passage? Mətnə əsasən hansı cümlə doğrudur? Without imagination the world would be interesting. Təsəvvür etmədən dünya maraqlı olardı. Yanlışdır. Təsəvvür etmədən dünya maraqsız olacaq deyə qeyd olunacaq. Yəni A variantı səhvdir. B variantında scientists don't use imagination in their work. Alimlər öz işlərində təsəvvürdən istifadə etmir. Cümlə inkarda yazıldığı üçün səhvdir. Writers and inventors both rely on imagination. Qeyd olunur ki, həm yazıçılar, həm də ixtiraçılar demək təsəvvürə əsaslanırlar. Bizim düzgün cavabımız C variantıdır mətnə əsasən. Daha sonra knowledge is always more important than imagination. Bilik təsəvvürdən daha vacibdir deyə qeyd olunur. Ancaq mətnimizdə biz knowledge to turn ideas into reality, yəni biz burada təsəvvürlə biliyi birləşdirib reallaşdıra bilirik. Ona görə yanlışdır. Imagination alone is enough to achieve success. Yalnızca təsəvvür uğur qazanmaq üçün kifayətdir. Ancaq mətnimizdə qeyd olunur ki, imagination alone is not enough, yəni təkcə təsəvvür kifayət deyildir. Qeyd etdiyimiz kimi mətnə əsasən doğru cavab C variantıdır.